Mən sözü çox uzatmadan istəyirəm ki, qalibi seç düyməsini artıq ekranda görün. Və biz qalibi seç düyməsini sıxdıqdan 10 saniyə sonra artıq qalibimizi biləcəyik ki, kimdir. Qalibi seç düyməsini sıxaq. Gündəlik 75-ci tiraj eyni zamanda dekabrın 10-da olan bizim qalibimiz görək kimdir. 6, 5, 4, 3, 2, 1, 0. Təbrik edirik, alqışlayırıq qalibimizi. Dekabrın 14-nə olan 75-ci tirajımızın qalibi 055-206-62 baksel nömrəli istifadəçidir. Bir daha nömrəsini səsləndirəm. 55-206-62 baksel nömrəli istifadəçi bizdən iPhone 17-ni qazandı. Təbrik edirik. Keçid alaq sürətli formada digər 76-cı tirajın eyni zamanda dekabrın 15-nə olan qalibini müəyyənləşdirməyə qalibi seç düyməsini sıxaq. Və 10 saniyəlik geri sayımız başladı. 8, 7, 6, 5, 4, 3, 2, 1 və 0. Təbrik edirik. 76-cı tirajın iPhone 17 qalibi 051-500-05 qeyd eləyək ki, nömrə daşınmadır. Siz də rahat şəkildə, əgər digər mobil operatorlar şəbəkəsindəsinizsə, bakselə nömrəni daşınma eləyib və bu formada qalib ola bilərsiniz. Bir daha nömrəsini səsləndirəm. 55-500-05 bizim istifadəçimiz iPhone 17-nin qalibi oldu. Və indi isə keçid alırıq ən həyəcanlı məqama. Həftəlik 11-ci Zikrın qalib olunma mərasiminə. Bizə çox həyəcanlıyıq, qalibi seç düyməsini sıxaq. Bizə də çox maraqlıdır ki, bugün növbəti Zikrın qalibi kim olacaq? O hansı şanslı baksel istifadəçisidir? Nə qədər şans paketi alıb? Hansı şans paketindən istifadə edir? Və ümumiyyətlə qalib olacağına inanırdımı? Elə biz qalibimizi seçdikdən sonra əlaqə saxlayıb onun təəssüratlarını öyrənirik. Siz ümumiyyətlə bizim qaliblərimizin bizə təəssüratları ilə bağlı bütün paylaşımları sosial şəbəkə hesablarımızdan izləyə bilərsiniz. Və artıq son 3 saniyə. 3 saniyədən sonra bəlkə də 1 manat ödəniş edib və o insanın 3 şansı var, amma bugün Zikr 001-ə sahib olacaq. Və artıq 0 saniyə və görək bizim şanslı qalibimiz kimdir? Alqışlayırıq. Həftəlik 11-ci tirajın qalibi, Zikr avtomobilinin sahibi, bu şanslı izləyicimiz 55-667-93 baksel nömrəli istifadəçidir. Bir daha nömrəsini səsləndirəm. 55-667-93 baksel nömrəli istifadəçi həftəlik 11-ci Zikr 001 avtomobilinin qalibi oldu. Əziz izləyicilər, əziz baksel istifadəçiləri, çox sayılı və az müddət qalıb. Mən nitqimin əvvəlində də vurğulamışdım və bir daha vurğulayıram. Çox sadə üsullarla şans paketlərini aktivləşdirirsiniz və böyük finalda Porsche Cayenne, 200.000 manat dəyərində olan Porsche Cayenne sizi gözləyir. Gələn canlı yayımlarda görüşənədək bütün qaliblərimizi bir daha təbrik edirik. Xudahafiz.